Salam dəyərli izləyicilər. Dəyişən elektrik cəryanı ilə bağlı belə bir suala baxaq sizlə. Rəqs konturundakı cəryan şiddətinin amplitude qiymətinin xarici gərginliyin dövrü tezlikdən asılı qrafiki verilmişdir. Rezonans anında sağızdakı gərginliyin amplitude qiymətini hesablayın. Kondensatorun elektrik tutumu isə 20 mikrofarad verilib bizə. Demək ki, bunun üçün ohm qanunu yazarıq. I bərabərdir U bölünsün XC. Çünki məsələnin şərtində burada kondensator qoşulub deyə məhz tutum müqaviməti yazılmalıdır. Burada cəryan şiddətini maksimum yaza bilərik. Burada gərginlik maksimum yaza bilərik. Bizdə gərginlik maksimum qiyməti soruşulur. Bu maksimum bərabərdir. Məhz I maksimum vurulsun XC yaza bilərik. Bu da bərabərdir. I maksimum vurulsun XC tutum müqaviməti dusur isə 1 bölünsün omega C olaraq yazılır. İndi isə qiymətləri yerinə köçürək. U maksimum bərabərdir. Cəryan şiddəti maksimum qrafikdə burada görürük. Cəryan şiddəti maksimum 0,4 bölünsün omeqanın qiyməti. Omega yadda saxlamaq lazımdır ki, rezonans anında tezlik neçə göstəribsə, məhz omegada həmin qiymət götürülür. 2 vurulsun 10^3. Bu rezonans anındakı qiymətdir. Omeqanın qiyməti götürürük. Bir də tutumun qiyməti isə 20 mikrofaraddır. 20 vurulsun 10^-6. Mikro sözü isə 10^-6 olur. Bu da bərabərdir. Bu rəqəmləri ixtisar götürmüş olsaq, sürətlə 40, məxrəcdə isə sonda 4 qalacaq. Bu da 10 volt deməkdir. Doğru cavab C variantı. Sağ olun, görüşənədək.